Salam olsun hər kəsə. Demək 2024 güvən kimyadan belə bir sual qabağıma çıxıb. İstəyirəm ki, izahını verəm siz üçün. Deməli maddələr verib. Yəni biri H2XO4-dür, biri HYO4-dür. Deyir ki, turşularının bir molekullarında olan elektronların sayları bərabərdir. Aha, mən bilirəm ki, birinci maddənin elektron sayı 2. Yəni bir dənə hidrogəndə bir dənə elektron, bir dənə proton varsa, 2 dənə hidrogəndə 2 dənə də elektron var. Plus X plus 32. 32 hardan gəldi? Bilirəm ki, bir dənə oksigəndə 8 dənə elektron var. Hardan bilirəm 8 dənədir? Çünki proton sayı 8-dir və proton da normalda bərabərdir elektrona, yəni neytral atomda. Deməli, oradan bildim ki, 4 dənə oksigəndə 32 dənə elektron var. Bərabər eləyirəm bu birisi maddənin, yəni HYO4-ün sayına, elektronun sayına. Deməli 1 plus Y plus yenə də 32. 32-nin də hardan gəldiyini dedim sizə. İndi ümumilikdə bu nəyə bərabərdir? 34 plus X bərabərdir 33 plus Y-ə. Deməli, buradan da bizə məlumdur ki, əgər bunlar bərabər olmasını biliriksə, deməli, buradan bizə məlumdur ki, X nə qədərdirsə, Y ondan bir vahid çoxdur da, burada məlumdur bizə. Çünki bu 34-dür, bu 33-dür. Fikir verin, yəni bunlar əgər bərabər olması üçün bu molekulların Y-in deməli sayı X-in sayından bir vahid çox olmalıdır. Əgər X elə X-dırsa, tutaq ki, və yaxud da X elə A-dırsa, A kimi işarə eləyək. Y-də nədir? A plus 1-dir də ki, bunların sayı bərabər olsun. Ümid edirəm ki, aydın olursa. İndi baxaq. İndi buna uyğun biz bu məsələni həll eləyəcəyik. Doğru olan müqayisələri müəyyən eləyin. X və Y kiçik dövr elementləridir. Aha. Biz indi tapdıq bunun nəyin? X-in də elektron sayını tapdıq, Y-in də elektron sayını tapdıq. Normalda da proton bərabərdir elektrona. Biz bunu bilirik, yəni neytral atomda. İndi baxırıq. Proton sayı X böyükdür Y-dən. Baxıram. X böyük deyil Y-dən. Çünki X A-dır. Y A plus 1-dir. Yəni bu böyük deyil, kiçikdir. Bir səhvdir. 2-yə baxıram. Elektron mənfilik Y-də böyükdür. Elektron mənfilik dövr üzrə soldan sağa getdikcə elektron mənfilik artır. Eynən proton sayı da artır. Eynən elektron sayı da artır. Deməli 2 düzdür. 3-ə baxıram. 3-də atom radiusu X-da böyükdür Y-dən. Atom radiusu dövr üzrə soldan sağa doğru getdikcə azalır. Yəni atom radiusu sol tərəfdə, yəni 1-ci, 2-ci, 3-cü qruplarda daha çox olur. Yəni dövr üzrə soldan sağa doğru getdikcə nə edir? Atom radiusu azalır. Deməli, atom radiusu X-da böyükdür. Bəli, düzdür. Yəni bilirsiniz necədir uşaqlar? Atom radiusu tutaq ki, düşünək ki, bu 1-ci qrupdur, bu 2-ci qrupdur, bu 3-cü qrupdur, bu 4-cü qrupdur və s. Baxın, atom radiusu fikir verin, getdikcə azalır tutaq ki. Yəni atom radiusu əvvəllərdə çox olurdu. Artıq soldan sağa doğru getdikcə nə edir? Azalır. Tutaq ki, X əgər atıram da indi məsəl üçün. X məsəl üçün 2-ci qrupla yerləşərsə, Y ondan bir vahid çoxdur axı, yerləşir tutaq ki, bunda. Artıq fikir verirsiniz, atom radiusu azdır. Deməli, X-da atom radiusu nədir? Böyükdür. Deməli, burada cavab olacaq 2 və 3. Burada da Y variantı bizim düzgün cavabımız olacaq. Ümid edirəm ki, hər şey aydın oldu uşaqlar.